Salam dəyərli izləyicilər. Bu videoda mən sizə bizim şirkətimiz Sony İntellekt vasitəsilə necə pul qazanır, bu haqqda məlumat verəcəm. Ümumiyyətlə, istər ətrafında Sony İntellektlə məşğul olanlar olsun, istər bizim Sony İntellekt kurslarımızı alanlar olsun, bir şey müşahidə eləmişəm ki, içərisinə mən daxil olmaqdan, kim hansı sahədən məşğuldursa, hansı sahədən anlayışı varsa, Sony İntellekti də o sahəyə tətbiq edib daha çox pul qazanmağa başlayır, işlərini asanlaşdırmağa başlayır. Mən özüm ilk dəfə IT şirkətdə işə başlamışdım. Daha sonradan isə rəqəmsal marketinqdən məşğul olmağa başladım. Ona görə də indi sizə həmçinin göstərəcəm ideyaları, fikirləri də. Fikirlərim, ideyalarım, yəni Sony İntellekt vasitəsilə hazırladığım proqramlar adətən IT yönümlü və rəqəmsal marketinq yönümlüdür. Məsələn, bizim kursu alan bir tələbə sətəmlə məşğul idi. Sətəm sahəsi, internetə girib araşdıra bilərsiniz. O ideyalarını, fikirlərini sətəm yönümlü deyirdi. Başqa bir pedaqoq müəllimə tələbəmiz var idi. O da öz sahəsini tətbiq eləmək istəyirdi. Öz belə deyək, istər tələbələr üçün və ya da ki, biznesini elə qurmaq istəyirdi ki, Sony İntellektdən belə deyək də dərs deməklə bağlı idi. Adətən aşağı yaş qruplarına və orta sinifdə belə deyək də oxuyanlara. Həmçinin məsələn SMM-lə məşğul olan biri SMM sahəsinə tətbiq eləyir. Biz özümüz də məsələn müştəridən işləyirik, şəkil atırıq Sony İntellektdə, dərslərimizdə var. Atırıq, deyirik ki, bizə bununla bağlı Instagram mətn yaz və ya da ki, bir mövzu yazırıq, deyirik bizə məqalə yaz. Yəni işimizi daha asanlaşdırmaq, sürətləndirmək üçün də istifadə edirik. Belə dəyərli izləyicilər, indi keçək bizim ideyalarımıza, bizim indiyə qədər həyata keçirdiyimiz layihələrə. Bəziləri də hələ həyata keçirilmə ərəfəsindədir. Adətən ideyalar ağlıma 3-4 il əvvəl gəlir. Eləmək imkanım olmadığı üçün, ya o şərait olmadığı üçün, ya o komanda olmadığı üçün, həmin dövr üçün işlədiyim şirkətlərdə onu elə bilməmişdim, amma planını falan cızmışdım. İndi sizə ilk deməli göstərəcəyim ideya çarx oyunudur. Çarx oyunu bildiyimiz çarx oyunudur. Yəni normal adi çarx necə çarxı fırladırlar, endirimçi olur. Mən onu virtuala tətbiq eləməyə başladım. Deməli göstərim sizə. Bax bu postu, tam belə postu yeniləyim, başdan göstərsin. Bu mənim reklam çıxışımdır. Tarix falan burada var. Səhifədən də girib baxa bilərsiniz. Burada məlumat verirəm çarx oyunundan bağlı. Daha sonra göstərirəm ki, yəni sayta daxil olursunuz. Ondan sonra qeydiyyatdan keçirsiniz, çarxı fırladırsınız və qalib olursunuz. Daha sonra nə udsanız, nə qazansanız, deməli WhatsApp aşağıda düyməsi gələcəkdir. Onu da lap göstərim. Kod falan var. WhatsApp ikonuna klik eləyərək birbaşa mesaj kimi göndərə bilirsiniz. İdeya bundan ibarət. İdeya mənim ağlıma gəldi. Amma ideyanı tətbiq eləmək üçün Sony İntellektdən istifadə elədim. Mən klinikanın özündə marketinq direktoru olaraq işə başlamışdım. İlk başladığım 2-ci ayda bu ideyanı tətbiq elədik və çox möhtəşəm geri dönüşlər aldıq. Həqiqətən də mənim özümü marketinq direktoru kimi sübut eləyə bildiyim bir ideya oldu. Yəni belə deyək də lord dilində olsam, dilim çox uzun oldu ki, bəli, ideya verdik və ideya qəşəng tutdu. Bu ilk ideya idi. İdeya haqqında uzun-uzadı YouTube kanalımda məlumat var. Yəni vaxtınızı belə şeylərdən çox belə dərinliyinə getməkdən almaq istəmirəm. Hətta YouTube kanalımda göstərim. Abunə olmayanlar da abunə olsa sevinərəm. Deməli burada Sony İntellekti, rəqəmsal marketinqdir, bir çox sahələrdən bağlı danışmışam. Görüm həmin video hardadır. Sony İntellekt vasitəsilə hazırladığımız layihə bu videodan siz kənarda bir yerdə açın mən bunu. Digər videolardan Sony İntellektlə bağlıdır. Burada detallarına qədər məlumat vermişəm. İstəsəniz baxa bilərsiniz. Keçək digər maraqlı ideyaya. Digər maraqlı ideyamızın adı Sehirli Yolkadır. İdeya necə ağlıma gəldi? O etapları danışmaq istəyirəm sizə. Deməli, klinika üçün yeni il kampaniyası hazırlamaq istəyirdim. Gördüm ki, düzbucaq formasında bir preparat var. Fikirləşdim ki, mən bu preparatdan yolka düzəldə bilərəm. Bir kağızı dəftəri götürdüm. Belə lap incə detallarına şimdi danışım. Kağızı dəftəri götürdüm. O haqqda da əslində YouTube-da məlumat var. Hətta göstərmiş, çox dərinliyinə getməyim. Qısa kəsək bunu da. Baxım görüm onu burada harda paylaşmışam. Hə, bu ideyadır. Şəkildən də cover şəklini gördüyünüz kimi birinci vərəqdir. Yəni vərəqə özüm cızma qərar elədim. Sonra atdım Sony İntellektə. Sony İntellekt bu formaya saldı. Bu ortadakı şəkil kimidən gətirən kimi mən videom gəlir bura. Sol tərəfdə də, sağ tərəfdə də gördüyünüz o son yolka versiyasını alıbdı. Yəni videonun özünə belə baxa bilərsiniz. Elə həqiqətən burada göstərim. Bu cover şəklini indiki bu versiyanı aldı. İdeya nədən ibarətdir?
istifadəçi girir qeydiyyatdan keçir, hansı proseduru MSC eləyir. Buradan 2 dənə qutu açır. Bunlar hamısı qutulardır. Hansı rəqəm böyükdürsə, onu endirim kimi qazanır və WhatsApp-da paylaş düyməsini klik eləyərək birbaşa klinikanın WhatsApp-ına yazmış olur. Çox qeyri-adi maraqlı və geri dönüşümü qəşəng olan bir ideya oldu. Çox maraqlı idi həqiqətən də. Belə. Sonra başqa bir maraqlı bir temada danışım sizə. Bir gün deməli yenə şəhərdə, daha doğrusu işdə idim, klinikada. Bir həkim dedi ki, sizlə görüşmək istəyirəm. Əvvəldən belə tanışım bir həkim idi və işlə bağlı danışmaq istəyirdi. Dedim, buyurun gəlin klinikada danışaq. Dedi, yox, klinikaya gəlmək istəyirəm, çöldə danışaq. Çıxdıq çölə, bir kafedə, restoranda bir yerə çağırdı. Nəsə getdim ora. Yolda gördüm ki, Lombardın, bildiyimiz Lombard məlumatınız var yəqin ki, həmin Lombardın bir reklam bilboardını gördüm. Həmin bilboardın şəklini çəkdim. Orada nə var idi? Deməli, Lombardın bilboardında aşağı faizdən Lombard krediti ilə bağlı məlumat var idi. Mən götürdüm, atdım onun suni intellekti və dedim ki, bunu HTML, JavaScript və CSS, PHP proqramlaşdırma dillərinin köməyi ilə proqrama çevir. O da bu formada belə bir proqrama çevirdi. Buradan istənilən məbləği daxil eləyib, məsələn 1000 manat kimsə kredit götürmək istəyir, ayları daxil məsələn 9 aylıq belə bu formada götürə bilir və axırda WhatsApp klik eləyərək birbaşa Lombardın özünü göndərə bilirdi. Oradan elə bir ideya ağlıma gəldi və suni intellektlə bunu elədim. Sözcülük kursu üçün bir test proqramı hazırlamışıq. Məsələn bu formada, bunu da səhv yazdım. Tamam, növbəti suala keçək. Belə bir test proqramıdır. Yəni 10 dənə daxil olub adi sözlük kurslarında necədirsə, kurs deyəndə dəyişən yəni belə imtahan necədirsə, təqribən o formata oxşatdıq. Yəni burada məqsəd bundan ibarətdir ki, sürücülük kursu üçün yazmışıq. İstənilən şəxs daxil olub özünü yoxlaya bilir və daha sonra ən sonda da yenə WhatsApp ikonu əlavə eləmişik ki, endirilmiş şəkildə sürücülük kursunun özünə yazılsın. Başqa bir maraqlı proqramımız vizadan bağlıdır. Azərbaycan vətəndaşı xarici ölkəyə, hansı ölkəyə getməsə, ora viza lazımdır yoxsa yox, onu yoxlaya bilirdi. Məsələn, buradan da ölkələri seçə bilər və yaxud da ki, buradan seçək. Nə yazaq? İ hərfini yazaq, görək nə gəlir. Buradan məsələn İspaniya. İsraildə var. İspaniyanı seçirəm. Məlumatı göstər vururam. Viza tələbləri, viza lazımdırsa yazırdı. Bəli, Şengen vizası tələb olunur. Ölkədən bir dənə şəkil. Burada sənədlərin siyahısıdır. Burada mən biraz məlumat verir, düşür və WhatsApp klik eləyir turizm şirkətinə getmək istədiyi səyahətlə bağlı, yəni tur falan varmı, ya biletlər falan, yəni dəqiqləşdirib müştərisi ola bilirdi. İmtahan sistemidir. Bunu da bir kurs üçün yazmışıq. Ən sonda isə məsələn ən axırıncı suala gedək, bir dənəsində sonsuza cavablayar. İmtahanı bitir vururam. Burada nəticələr avtomatik görünür. Həmçinin səhvləri incələ vuraraq burada hətta izahlar belə verilir. Nə üçün bu sualın cavabı budur? Belə göstərilir. Başqa bir proqram, bir eşitmə mərkəzi üçün hazırlamışıq. Onlayn eşitmə testidir. Bunun tezliklə çox qəşəng reklamları çıxacaqdır, görəcəksiniz. Onlayn daxil olub eşitmə testindən keçmək mümkündür. Hal-hazırda isə üzərində işlədiyimiz bir ambar proqramıdır. Bunun üzərində daha çox düşmüşük. Çox dərin məlumat verməyəcəm ambar proqramına bağlı. Belə deyim, klinikaların birində, işlədiyim klinikaların birində qeydiyyat dəftərdən aparılırdı. Mən isə reklam üçün özümə lazım olacaq datanı rahat yığa bilmirdim. Biz girdik bir suni intellekt vasitəsilə ambar proqramı yazdıq. Ondan sonra xəstə qeydiyyatı da orada oldu. Ambardan məlumatımız oldu. Bir çox şeyləri daha yaxşı ölçə bildik. Və orada mənim ağlıma gəldi ki, elə ambar proqramı daha da təkmilləşdirib biz bunu müxtəlif sahibkarlara sata bilərik. Və belə bir proqram üzərində işləməyə başladıq. Mən deyərdim ki, suni intellektlə bağlı ən belə deyək də, yəni mürəkkəb işimiz bu olubdu. İndi isə kanalıma abunə olmağı da unutmayın. İndi isə başqa bir hissəyə keçirəm. Nədən ibarətdir bu? Dəyərli izləyicilər, özümün hazırladığım proqramlarla bağlı sizə məlumat verdim. Suni intellektdən bağlı ağlımıza gələn müxtəlif ideyalardır. Bir neçəsini hələ burada göstərmədim. Bəzilərini göstərdim. Sual verə bilərsiniz ki, yaxşı, bu proqramları yazırsınız, satırsınız. Bunların maliyyəti, bunların qazancı geri dönüşümü daha çoxdur. Və niyə suni intellekt kursu satırsınız? Bunun bir nömrəli səbəblərindən biri budur ki, biz suni intellekt kursu satan zaman çox güclü əlaqələr qura bilirik. Çox kaliteli, çox IQ səviyyəsi yuxarı insanlardan tanış oluruq. Adicə o sətəmlə bağlı ki, məlumat vermişdim. Bir nəfər sətəm işi görürdü. Mən də çox məlumatım yox idi sətəmlə bağlı. Çox həqiqətən savadlı insan idi və eyni qaydada bildim ki, yəni bir-birimizdən qarşılıqlı olaraq işlə bağlı faydalana bilərik. Mən onlara işlə bağlı köməklik edə bilərəm, onlar bizə işimizlə bağlı köməklik edə bilər. Sonra başqa bir tələbəmiz həmçinin kifayət qədər normal bir işlə məşğul idi. İstəmirəm burada açıqlayım hamısını. Gördüm ki, bizim işimizə də çox dəstək olur. Biz də onların işinə dəstək ola bilirik.
Bu baxımdan, yəni əlaqələrin güclənməsi baxımından bu süni intellekt kursunu və müxtəlif fikirlər alıram, çox qəşəng ideyalar alıram. Bundan əvvəl mən rəqəmsal marketinqlə bağlı kurslar hazırlayıb paylaşırdım. Orada da çox kaliteli insanlardan tanış olmuşam. Bu gün də biz bəzi sahələrdə əməkdaşlıqlar eləyirik. Belə, çox uzatmayaq, keçək nəyə? Ola bilsin ki, siz öz sahənizlə bağlı deyil, tamamilə fərqli bir sahədən bağlı süni intellektdən vasitəsilə pul qazanmaq istəyirsiniz. Buna görə də ən yaxşısı mən soruşuram süni intellektin özündən ki, salam nöqtə biz süni intellekt vasitəsilə necə pul qazana bilərik? Sualını verirəm. Dəyərli izləyicilər, bu videonun davamı ikinci hissəsi biz süni intellektlə bağlı olan ideyamızı necə sata bilərik olacaqdır. Bu da ancaq və ancaq bizim deməli süni intellekt kursunu əldə edənlər üçündür. Bu videonu mən ümumi paylaşacağam. Çünki çox suallar gəlir bununla bağlı. YouTube-da falan paylaşacağam. Amma süni intellekt kurslarıyla bağlı, yəni öz belə deyək də tələbə heyətimizə aid xüsusi dərslərimizi yenə hazırlayacağıq. Deməli, salam, süni intellekt vasitəsilə pul qazanmanın bir çox yolu var. Hansı sahədə işləməyinizə və maraq dairənizdən asılı olaraq fərqli yollar seçə bilərsiniz. Aşağıda ən aktual və gəlirli üsulların bəziləri qeyd edirəm. Freelance xidmətlər təklif etməklə. Süni intellekt alətləri, ChatGPT-nin özü, Canva-nın özünün ayrıca AI var, Runway-in ayrıca Runway bəli şəkli falan videoya çevirir və video hazır çox yaxşıdır. İstifadə edilərək loqo və dizayn hazırlayıb sata bilərsiniz. Sosial media postlar və reklam mətnləri yaza bilərsiniz. Veb-sayt və kontent planlaması edə bilərsiniz. AI ilə video montaj və səs dublajları təşkil edə bilərsiniz. Bunların bir çoxunu mən öz dərslərimdə sizə göstərmişəm. Süni intellekt dərsləri və kursları satmaq. Əgər süni intellektdən istifadə qaydaları yaxşı bilirsinizsə, öyrətdiyiniz dərsləri PDF, video və ya webinar şəklində sata bilərsiniz. WhatsApp, Telegram üzərindən mini kurslar keçə bilərsiniz. Dərs verdiyiniz sahə üzrə xüsusi xidmətlər təklif edə bilərsiniz. Məsələn, kosmetoloqlara kontent ideyası hazırlamaq. Bu tamam maraqlı ideyadır. Bizneslər üçün AI konsultasiya, klinikalar, restoranlar, otellər, butiklər və digər üçün AI asanlaşdıra biləcəyin, məsələn, ChatGPT resepsiyon suallarını cavablandırmaq, Midjourney ilə reklam vizualları hazırlamaq. Dəyərli dostlar, bunu mən özüm öz rəqəmsal marketinq işlərindən bağlı olaraq bir çox belə yüksək dövrəsi olan yerlərdən, müdiriyyətlərdən, sahibkarlardan görüşmürəm. Həqiqətən AI-dan, yəni süni intellektin xəbərləri yoxdur. Yəni göstərəndə ki, belə bir şey var, bundan istifadə eləyin və sonradan hətta aludəçiliyinə çevrilirlər. Yəni bu deyilən şeyə tələbat var. Öz məhsulunuzu AI ilə hazırlayıb satmaq və hətta mən başıma gələn bir hadisəni sizə danışmaq istəyirəm. Kob vaxtı bilməyənlər girsin Google-da yaza bilərlər. Oldu 2024, bir desəm noyabr ayı, dəqiq yadımdan çıxan neçəsi isə. Kob vaxtı idi. Kobun təzə olan vaxtları idi. Qeyri-iş saatları, günləri çoxalmışdı. Əksəriyyət rayona getmişdi. Şəhər boş idi. Bir dənə də yaxşı tiskinli bir gündə bir turizm şirkəti zəng elədi ki, bizim Instagram, Facebook hesablarımızda problem var, gəlib bunu düzəldin. Daha doğrusu çoxdan deyirdilər, vaxt olmurdu məndə. Həmin gün üçün getdim, Instagram, Facebook hesablarımı bərpa etdim, təhlil verdim və soruşdum ki, süni intellekdən istifadə edirsiniz? Dedilər, yox. 3 nəfər işçisi var idi və kifayət qədər ağıllı insanlar idi. Girdim oradan, bizim dərsliklərimizdə də var. Tur təşkil elədim, gəzinti, bir çox şeyləri turizmlə bağlı yazdım və hamısı şoka düşdü ki, 3 nəfərin 3-ü də ki, deməli belə işimizi rahatlaşdıran, asanlaşdıran bir şey varmış. O baxımdan deyirəm, bizneslər üçün AI konsultasiya həqiqətən gözəl bir şeydir. Eləyə bilərsiniz bunu. Və hətta tutan ki, mən turizmdən stat gətirdim. Hər hansı klinikada ola bilər, pizza restoranında ola bilər. Getməmişdən əvvəl mütləq şəkildə araşdırın sosial şəbəkə hesablarından və bir çox nə qədər informasiya alabilirsiniz, alın, əvvəldən hazırlaşın, gedin o konsultasiyanı verin. Yəni bunu eləmək mümkündür. Öz məhsulunuzu AI ilə hazırlayıb satmaq. Bəli, bu artıq videonun əvvəlindəki mənim danışdığım sözə gəlib çıxır ki, yəni hər kəs öz sahəsinə aid işlərə daha yaxşı istifadə edə bilir. ChatGPT ilə kitab yazıb Amazon ki, bəli, bu mümkündür. Bunu eləyənlər çoxdur. Siz YouTube-da yazsanız, hətta ChatGPT-nin təzə çıxan vaxtlarında daha məşhur idi. ChatGPT ilə kitab yazdırırlar, məsələn, mövzu nə olsun? Kəndimizdəki məktəb, məsələn deyirəm. Yazırsınız, mövzu verirsiniz, dərslərimizi dinləyənlər. Mən bunu təzədən izah eləməyimə ehtiyac yoxdur əslində, amma yenə də bu video YouTube-a qoyulacağı üçün mən istəyirəm ki, informasiya verim. Dərslərimizi əldə edərək daha dərin məlumatlar əldə edə bilərsiniz süni intellектlə bağlı, amma yenə də informasiya verim. ChatGPT-yə daxil olub hekayə yazdırmaq istəsəniz, məsələn, kəndimizin məktəbi olsun, biraz mövzu qoyursunuz ki, məsələn deyirəm, hekayədə oxuyan uşaq olsun, sonra bir uşağın valideyni məsələn mühəndis olsun, bir uşaq evdə tutağın ki, kağızdan maraqlı gül düzəldir. Məsələn deyirəm də, yəni bu tipli şeyləri əlavə eləyirsiniz. Yəni istəsəniz öz fantaziyanızı işə salıb deyirsiniz ki, hekayədə bunlar keçsin və yaxud da ki, sıfırdan kəndimizin məktəbi özü bir dənə hekayə quracaqdır, kitab halına salacaqdır. Sonra istəsəz sata bilər. Yəni bunun bu ideyasını rahat eləmək mümkündür. Amma
nəzərə alın ki, əgər siz Amazonda nəsə satırsınızsa, dünyadan rəqabətə girirsiniz. Yəni bu ayrı bir temadır. Bu haqda danışmayacağam. Sadəcə informasiyanı verdim. Mən də bildiyimi sizlə bölüşmək istəyirəm. Midjourney ilə rəsm kolleksiyası yaradıb Etsy və ya Redbully-də çap, bunu görməmişdim, nə yalan deyim. Çap məhsulları üzərində sata bilərsiniz. Midjourney şəkil düzəldən AI-dir, süni intellektdir. Promptunu girib ChatGPT-dən yazdırırsınız. Dediyi rəsm kolleksiyalarını hazırlayıb Etsy-də adətən əl işləri satılır. Orada da satma olar, başqa yerlərdə də satma olar. AI ilə mobil tətbiq və ya web platforma imtahan sistemi mən sizə göstərmişdim. Marketinq köməkçisi, bəli və sair hazırlayıb təqdim edə bilərsiniz. Mümkündür. Sosial şəbəkə ilə gəlir. ChatGPT və digər alətlərdən istifadə edib TikTok, Instagram, YouTube faydalı kontentlər hazırlayıb izləyici toplaya bilərsiniz. Deməli bizim süni intellekt dərslərini soruşan bir nəfər deyir ki, o influencerlar var, AI vasitəsilə hazırlanan. Belə bir şey eləmək istəyirəm. O bizim dərslikdə yoxdur. Bizim dərslik daha çox ümumiyyətlə süni intellektlə bağlı məlumatı olmayanlar və ya da ki, hələ təzə işləyib çox bir şey elə bilməyənlər üçündür. Daha irəli səviyyə üçün isə çox irəli səviyyəyə aparan çox şeylər var, amma əgər siz özünüzü süni intellektlə bağlı irəli səviyyəyə aparmaq istəyirsinizsə, məsləhət görürəm Anthropic araşdırın, API-yi araşdırın. Daha sonra sponsor reklamla məhsul satışı və ya bağışlar vasitəsilə gəlir əldə edə bilərsiniz. Bizə biraz az məlumat verdi. Mən deyəcəm ki, mənə süni intellektlə pul qazana biləcəyim 20 ideya ver. Bizə indi 20 dənə qəşəng ideya verəcək. Dərslərimizə baxanlar bilir ki, bunlardan necə biz sözü dartıb ala bilərik özümüzə lazım olan formada. SMM üçün kontent yazmaq. Qəşəng. Logo dizayn, bunu yuxarıda dedi. AI ilə video montaj və reels hazırlamaq. Məşhurdur bu dəqiqə. Restoranlar üçün menü dizayn və kontent planı, qəşəng. Tibbi klinikalar üçün kontent hazırlamaq, tamam. Anatomik şəkillər, baxın, mən də həqiqətən istifadə edirəm bundan. İzah videoları, elmi məqalələr falan. Müəssisələrə süni intellekti, iş prosesini, AI konsultasiya xidmət bunu dedik. Onlayn kurslar üçün test hazırlamaq. Yaxşı. Əmlak elanı üçün təsvirlər yazmaq. Tamam, kontent yazmaq da yəni. Ailə və uşaq tərbiyəsi üzrə məsləhətlər və kontent, tamam, bu bilmirəm mən. Nəsə bu bəzi fikirlər haqqında axırda məlumat verəcəm. AI ilə oyun və ya tətbiq fikirləri yaratmaq və təqdim etmək. Bəli. Sadə oyun ideyaları generasiya edib dizayn və startaplar təqdim edə bilərsiniz. Tədris və məzmun əsaslı ideyalar. Yuxarıdakı nə idi bəs? Xidmət və konsultasiya idi. Tamam. AI dərsləri keçmək. Instagram və WhatsApp üzərindən mini kurslar təşkil edir. Düzdür. YouTube ilə AI izahlı videolar çəkmək. AI ilə yazılmış e-kitablar hazırlamaq və satmaq dünyanın elədiyi işlərdən biri. Blog yazıları və SEO məqalələri yazmaq. Biz də eləyirik bunu hal-hazırda. WhatsApp ilə pullu təlimlər keçmək, mini dərslər, vasitəsilə reklam edib qeyd toplayın. Çox geniş mövzudur, çox danışa bilərəm, çox uzun tutmaq istəmirəm videonu. Platforma və texnologiya əsaslı ideyalar, AI ilə onlayn test platforması yaratmaq eləmişik biz bunu hansı göstərmişdim. Məsələn, sürücülük kursları üçün test sistemi qurub kirayəyə ver. Göstərim. Videonun əvvəlində göstərmişdimmi sizə? Hara getdi o? Hətta səhifəni yeniləyək. İdeyanı verməmişdim və bu ideya bizim ağlımıza bədahətən gəlmişdi. Setimiz bu gün imkan verə bilsə biz başa qayıdacağıq. Eyb yox, videonun keçişində mən bu haqda sizə məlumat vermişdim. Daha bir də çox dərinə gel vaxtınızı almaq istəmirəm. Süni intellekt chatbot yaratmaq və satmaq. Bu dəqiqə bu da məşhur bir işdir. Amma mən rəqəmsal marketinqlə məşğul olan biri kimi deyirəm ki, müəssisənin suallarına birbaşa bir şəxs və satış qabiliyyəti olan şəxs cavab versə daha yaxşı olar. Amma təbii ki, yüklü çəkili mesajlar gəlib çatdıra bilmirsinizsə, o chatbot qura bilərsiniz. AI ilə səs dublaj xidməti, Midjourney və Delin ilə NFT və rəsm biraz bizim tərəflərə yad bir işdir. Amma yenə də məşğul olun, önyargılı danışmaq istəmirəm. AI ilə hazırlanan məhsullar Etsy və Redbully-də satmaq. Etsy əl işləridir. Yəqin ki, bu Redbully-də əl işi olar. Yəni mən eşitməmişəm adını, elə olar. Yəni game posteri, sticker. İstəyirsiniz yazın ki, 40 dənə ideya ver, 30 dənə ideya ver ya da hansı sahədən məşğulsunuz. Mən müəlliməm tutağın ki, müəllimliyi necə tətbiq eləyə bilərəm və qazana bilərəm. Belə saatlarla yazışmaq mümkündür. Yəni burada həqiqətən hələ ki az informasiya verib, yəni daha çox informasiya almaq mümkündür. Mən hal-hazırda ödənişsiz versiyasından istifadə edirəm. Belə dəyərli dostlar, bu videoda mən sizə biz AI vasitəsilə necə qazanır onu izah elədim, məlumat verdim. Daha sonra siz necə qazana bilərsiniz və bunu süni intellektlə necə soruşa bilərsiniz göstərdim. Süni intellekt dərslərimizlə bağlı 070 402 44 84 nömrəsindən əlaqə saxlaya bilərsiniz.
Hər kəsə uğurlar arzu edirəm. Vaxtında öyrənin. Həqiqətən də çox mən istəyirəm ki, yəni kiməsə faydam dəyə bildisə, nə belə deyək, mutlu mənim üçün. Çünki mən özüm rəqəmsal marketinqdən bağlı özüm də öz müəllimlərimin belə deyək də bəzi videolara baxıb öyrənib və çox da irəli getmişdim və həqiqətən də istəyirəm ki, insanlar üçün də faydalı bir iş görə bilim. Belə səhifələrimi izləməkdə davam eləyin. Nəsə də sualınız olsa da soruşun. Sağ olun.